Rekordu da başlatdım. Buyurun. Fərqi yoxdur. Ya yazın, ya deyin. Bir şəkildə onu mənə ötürün. Mən cevaplayayım sizin suallarınızı. Gerund. Yoxdur heç. İndi mən sual vereyim. Tamam. 43-45. 43-45. Çox qəşəng. Çox qəşəng. Çox qəşəng. 45'e bax bir dənə. Bayı var. Nə demişdik? Baydan əvvəl nə gəlir? Feilin üçüncü forması. Hı? Şeyi baxa bilərsən. Passive voice. Passive voice-da hazır elə keçən dərsimiz nə gözəl. Nə gözəl bir səhv. Hazır elə keçən dərsimiz sürət qrupunda passive voice olub. Super. Mükəmməl. Bu. O zaman biz burada nə edəcəyik? Çok maraqlı bir sualdı. Çok maraqlı bir sualdı. Tamam. B, A, D. Hansı verəcək? Burada keçmişdisə, burada da keçmiş. To believe. Niye to believe verdi? Çünkü dediğim gibi passive voice'da ne olur? To be üstüne gelsin fiilin üçüncü forması. Ve burada bundan sonra da by. Ne güzel. Ama burada elə deyil uşaqlar, yox. Nope. No. Buna baxmırsınız. Sadəcə olaraq feilin üçüncü formasını baxın. Cümlə quruluşuna indi fikir verdim. Siz niyə? Gəlin izah edeyim da, niyə? Gəlin izah edeyim. Mən bunu hardan bildim? Çünki, ay uşaqlar, bizim burada vozumuz keçmişdi. Was. Xəbər də daha doğrusu verbdir. Elə ikinci bir verbi qoya bilərəm cümlənin içinə. Yox, qoyamaram. İki dənə verb bir cümlədə olmurdu. Bunu izah eləmişdim. Məsələn, sən deyirsən ki, mən üzürəm, sevirəm. Buna məntiqsiz cümlədir. Yox, mən üzməyi sevirəm. Üzməyi sevirəm. Sən buradakı verbdir. Buradakı subjekti, buradakı objektə düşür. Bu şəkildə olur. Nava feilin sonunu yumuşaltdı. Dəyişdi də, yəni. Sufiks əlavə elədi. Bu da o. Yəni, iki dənə verb yan-yana olması. Verbləri çıx. İndi fikir verirəm. Sonra görürəm ki, burada by var. Dan verirəm. B variantı oldu. Bitdi. Çox gözəl bir səhv idi. Ay Humay, çox təşəkkür edirəm. Çox qəşəng. 43'e baxmasaz olar. 43 P1, P2 dərsinə aiddir. Bu nədir? Biz bilirik ki, P1-dən sonra da noun gələ bilir. P2-dən sonra da noun gələ. P1 bilsiz nədir? Yəni, ya burada ing gələcək, ya da ki, feilin üçüncü forması gələcək. Y, A, D bunlar gelir. İndi siz burada baxırsınız ki, deyir ki, bu bilsiz nə deməkdir? ING olanda an deməkdir. Feilin üçüncü formasında olanda isə, yəni P2, bax, bir dəmə qulaq as. P2 ilə feilin üçüncü forması eyni mənaya gəlir, dostlar. P2 ilə feilin üçüncü forması eyni mənaya gəlir. Və bunlar muş anlamına gəlir. Bu, broken, sınmış deməkdir. Breaking, sınan, qırılan deməkdir. Deyir ki, o qırılan vazaya baxır. Uşaqlar, qırılan vaza nədir? Hal-hazırda baş verir bu? Yox. Deyir ki, yəni ki, bu qırılıb, qutarıb gedib, o çili olub. Həmin o vazaya baxır. Vazada bilsəzə nədir? Gül qoyduğumuz qabın adıdır. Okay? Ona görə burada B variantı yox, C variantı. B variantı olanda geriyə orada davam edən bir şey olsun. Qırılan.
Yox, qırılmış. Artıq qırılıb qutarıb gedib və biz ona baxırıq. Bu şəkildə onu götürə bilərsiniz. Bu şəkildə. Yaxşı. Belə bir sual tipi düşməyəcək, qorxmayın. Gerundun bu tərəfi gəlməyəcək. Qorxuc tipli olmaz. Çox düşmür amma. Sonraki səhvlər. Qorxucu izah etdik zaten. 246. Şamilin səhvi yoxdur. 246, 269. 269 çox maraqlı bir səhvdir. 271 uşaqlar burada arrange feilindən sonra to feil gəlir. Bu konkret bir şeydir. Bir dəqiqə. Mənə mesaj yazırsınız. Okey, başa düşdüm. Hə, uşaqlar, burada yəni arrange feilindən sonra to gəlir. Bu öyrənilməsi gerəkən bir şeydir. Belə tipli də gözləmirəm. Çox sadə forması gələcək gerundun. Narahat olmayın. Ay uşaqlar, 269-un izahını üstünə yazmışam. 269, 272 ikisi eyni şeydir. Biz bilirik ki, bilməliyik ki, adjectivdən və enough'dan sonra həmişə to-lu verb gəlir. Boring də burada sıxıcıdır, safe təhlükəsizdir, to-lu verb gəlir. Aydındır. Ya 271, 258, 258, 246. Bax, Xədicə, bu nə bax, don't like, xəbər, verb var elə, xəbər var. Elə Xədicə. Xəbər varsa ikinci xəbəri verənmərəm. Niyə? Çünki iki dənə qoçun başı bir qazanda bişməz. İki dənə xəbər bir dənə cümlənin içində olmaz. Və burada sonunda s veribsə, deməli bu hansı zamandır? Present simple-dır. Tulla bunu variantdadır. Took ikinci feildir. Feilin ikinci formu. Yəni past simple-dır. Yəni zamana dəyişə bilən tək şey xəbərdir də. Başqa nəsə zamana görə dəyişir. Bunu çıxart. Sonra bunu bildin. İndi sən burada baxırsan ki, place verib bizim üçün. Place sözü uşaqlar bilirsiniz nə deməkdir? Biri var to play, oynamaq. Məsəl üçün oyun oynamaq. Biri var musiqi ifa etmək. Bir də var play sözünüzün noun kimi. Bilirsiniz nə deməkdir? Tamaşada filan olan həmin o play, həmin rola play deyilir. İndi həmin bu rol cansızdır. Cansız olan nə demişdim? Feilin üçüncü forması olacaq demişdim. A variantı. Canlı olan da nə olurdu? Feilin dördüncü forması. Yəni ki, ing ilə gəlirdi demişdik. Bilirsiniz hansı qaydadır? Gəlin gedən o qaydanı təkrar eləyək də bir dənə. Görək hələ Alsu burada nə danışır? Gəlin sübut eləyək ki, biz onu necə keçmişik. Yadımıza salaq, deyilmi? Ay, sağ ol. Açan kimi qabağımıza da həmin o hissəmiz bizim qabağımıza çıxdı. Gəlin görək bizə burada nə deyir. Aha. Bax, burada məsələ nə idi? Gəl bir dənə sən yadına sal. Yadından çıxıbsa, götür dəftərinə yaz. İndi bax, burada the book verir. Yəni, feilin üçüncü formasını verəcək. Burada cansızdır. The girl deyəndə bu canlıdır deyə feilin dördüncü formasını verəcək. Yəni ki, ing-li. Fikir ver. Kitab cansızdır deyə written. Feilin üçüncü formasını verdim. Burada isə ing verdim. Çünki canlıdır. The girl.
Written muş deməkdir. Məsəl üçün, the book written last week. Keçən həftə yazılmış kitab. Is so exciting. Özü xəbərim də buradadır, bax görsən. Is var burada. The girl ing-li olanda bu an deməkdir. The girl writing the book. Kitabı yazan qız is my sister. Mən bacımdır. Yanımıza da salırıq ki, dur nə deməkdir? To be, dur deməkdir. Bu şəkildə. Başa sala bilirəm uşaqlar. Yadınıza düşür, yalandan yadıma düşür deməyin. Not alın. Öyrənin. Dəvarın üzərindən keçə bilərik. Mən çünki bu dərsdə almışam. Mən bu dərsdə çox sıxlıq eləmişəm Gerald mövzusunda. Olar ki, biraz qaydaların üzərindən keçək səsli Yox, şəkildə. qaydanın üstündən bugün keçə bilmərəm. Sürət qrupbasına qulaq asa bilərsiniz ya da ki, YouTube-dan qulaq asa bilərsiniz. Çünki biz artıq bugün başqa bir dərs keçəcəyik. Elə bir şey edə bilmirək, təəssüf ki. Bir də bu qrupumuzun özündə təkrara qayıdacağıq. Bir də onda bəzi təkrarları eləyə biləcəyik bu şəkildə. Yəni, belə. Bu şəkildə. Buranı götürək, not alaq. Götürüb təkrar eləməsən belə, götür not al. Yadına düşsün. Dedikcə elədim, götürdüm. Okay. Hər kəs yazdı, ümid edirəm ki, və keçirəm. Həmən keçək. Növbəti sualı izah eləyək. Gəlin bir dənə bura baxaq təzədən. Play sözü burada cansız idi. Taken götürdüm. Feilin üçüncü forması. Feilin birinci forması take'dir. İkinci forması budur. Took, taken. Aha. Baxıram. Bayaqlar sizə nə dedim? Dedim ki, an olursa feilin dördüncü formasını qoyuruq. Mış olursa feilin üçüncü formasını qoyuruq. Elə? An olanda feilin dördüncü formasıdır. Feilin dördüncü forması yox, feilin P1 deyək biz ona. Və burada P2 deyəcək biz buna. Çünki participle second and participle one indiki zamanda feili sifətdir. P1 isə keçmiş zamanda olan feili sifət. Nəsə, başını buraxın. Kimsə Azərbaycan nə başa düşürsə, başa düşsün. Başa düşməyəndə, başa düşmürsə, 5 nə olmaz. İndi biz burada izah edirik. Görürük ki, bizə burada indiki zamandadır. Və mən bayaqlar dedim ki, əgər ki P1-də qoyuruqsa, yəni an deyiriksə, məsəl üçün deyirəm ki, gələn qız mənim bacımdır. Bir dənə bana deyirəm, gələn qız. Elə. O zaman bu nədir? İndiki zamanda gəlir də. Düzdür. Ona görə sən burada görsən ki, ağac deyir. Burada deyir ki, orada düşən ağac var. Düşən ağac. Düşmüş ağac demir. Bax, fikir verib, burada düşən ağac bizə deyir. Ona görə aferin. Bir dənə gəlin gedək, bayaqki testə qaydaq. Qoy onunla müqayisə eləyək. Burada da misal üçün həmişə belə getməyin, amma biraz oxşatmaq üçün baxa bilərsiniz. Looked bizim üçün keçmişdə idi və biz burada broken vermişdik. Keçmişə getdi, götürdü. Həmişə belə deyil uşaqlar. Həmişə belə deyil. Həmişə belə deyil. Amma bundan biraz oxşada bilərsiniz. Siz nə demək istəyirəm? Yəni, tərcümənizi yumuşaldır deyə, necə deyim, tərcümənizi asanlaşdırır deyə, ona görə bunu bu şəkildə yada saxlaya bilərsiniz. Bu cümləyə baxdınız. Gəlin qaydaq indi o bir cümləmizə. İndicə bizə verilən cümləyə. Biraz tərcümə rolu oynayır, bəli. Bəli, biraz tərcümə rolu oynayır. İndi bizə də burada deyir ki, ağac, düşən ağac. Düşən ağac, fırtınada düşən ağac var idi. Sallanan ağac var idi. Burada indi düşən yox, sallanan ağac deyək. Bu şəkildə. Belə demək olar. Belə.
Bu şəkildə. Ən çox sizə P1, P2 sualları düşməyəcək uşaqlar, qorxmayın. Gerund sual düşəcək, complex object düşəcək. Bu qədər. Yəni sən bilməlisən ki, gerund nədən sonra gəlir? Söz önündən sonra gəlir, prepositiondan sonra gəlir. Bir də ki, passive case of noun'dan, bir də ki, passive pronoun'dan sonra gəlir. Bu şəkildə. Bunları yadında saxla. Complex object'i bil. Sənin bu mövzun elə də bir problemli bir mövzu olaraq qalmayacaq. Narahat olma. Bu şəkildə. Burada ayrı bir sual yox idi bizə. Görünür ki, yoxdur. İndi gəlin həmin bu yeni dediyimiz mövzunu görək. Burada mən biraz yazı yazmışam üstünə. Görəsən yazı sızı var. Bir çox insan elə bilir ki, bu çox çətindir, ancaq çox asandır. Öyrədəcəm, görəcəksiniz. Hətta Həsən belə, Humayun qardaşı belə demişdi ki, mən bunu başa düşməmişdim, siz də başa düşdüm. O belə onu demişdisə, deməli, hər kəs üçün bu rahat ola biləcək bir şeydir. Gəlin, indi biz baxaq görək, bu nədir? Uşaqlar, bu bilirsiniz nə deməkdir? Bu indirect, direct falan. Deyəcəksə, mən topluda keçmişik də, yox uşaqlar. Siz topluda cümlənin tamamlanmasını keçmişsiniz. Amma biz indi cümləni tamamilə çevirəcəyik. Gəlin, indi baxaq. Direct bilirsiniz nədir? Bax, belə olur. Anna dedi ki, I am happy. Anna dedi ki, mən xoşbəxtəm. Şamil bunu kimin dilindən deyir? Bunu biz kimin dilindən dedik? Anna'nın dilindən. Bəli. Indirect isə deyir ki, Anna said that she was happy. Bəs bu kimin dilindən deyilir? Humay. Xədicə desin. Xədicə, bu kimin dilindən deyilir? Müəllifin dilindən. Mənim dilimdən. Müəllif demə, uzatma. Mənim dilimdən deyilir. Bu şəkildə. Biraz çətin qaydadır. Çətin yox. Prosta təzə qaydadır deyə çox görməmisiz. Məsəl üçün, ismi görəndə bilirsiniz ki, nə bilim, off olanda offdan əvvələ baxır falan. İndi bunlar hamının bildiyi qaydalar deyib sizə biraz rahat gəlir. Bu təzə salınmış qaydadır. Biraz gözümüzü qorxudur, ona görə ən sadə sözlərdən istifadə edərək deyək. Mənim dilimdən deyir. Düzdür? Elə bir 5 yaşlı uşağa izah edirəm. Mən izah eləməyə çalışacağım sizə. İndi bax. Gəl indi bizə nə deyir? Sən bunu çevirəndə bizə nə deməkdir çevirmək? Bax. Anna'nın dilindən bizim dilimizə çeviririk. Bax bu şəkildə görsən. Bax buradakı dırnaqları atacağıq. Görsən. Bizim dilimizdə olan cümlədə dırnaq yoxdur. Düzdür? Ay sağ ol. Nə edirik? Tırnağı tuluyuruq. Ya çünki mənim dilimdən deyirəm. Ay sağ ol. That ola bilər. That yaza bilərəm. Optionaldır. Bilsiz nə deməkdir? That ki. Ona bax, ay Xədicə. Gör bizə nə deyir? Deyir, Anna dedi ki, o xoşbəxt idi. Gördün Xədicə nə oldu burada? İndi buna bax Xədicə. Gör bizə nə deyir? Deyir, sən deyirsən, bax buna Xədicə. Bunu sən deyirsən. Deyirsən ki, I am tired. Mən yorğunam deyirsən. Düzdür? İndi mən sənin dilindən qoşuram bu cümləni. Mən indi Xədicənin dilindən deyirəm. Deyirəm ki, she said, o dedi ki, yəni Xədicə dedi ki, that she was tired. O yorulmuş idi. O dedi ki, o yorulub. Burada başa düşdünüz uşaqlar, məsəl üçün Şamil başa düşdün, Humay başa düşdün, Xədicə başa düşdün, hamı başa düşdü, Afaq da başa düşdü, afərin, başa düşdük ki, biz burada nə iş görürük? Biz burada nə iş gördüyümüzü başa düşdük. Hamı getsin, üzünü yusun, gəlsin, yataqda uzanıqlı bir şəkildə qulaq asmasın, rahat bir şəkildə biz dərsimizi izah edək. Biz bilək ki, bizi qulaq asırsınız. Burada şəxslər dəyişəcək bizim üçün, çünki artıq başqasının dilindən danışırıq. Məsələn, bir dənə fikir ver, bir dənə hövsələni sıx, mənə qulaq as, hər şey düzələcək. Deyir ki, Anna deyir ki, mən xoşbəxt idim. Bax, mən xoşbəxt idim, düzdür? Anna deyir ki, o xoşbəxt, mən.
İndi sən dilindən deyəndə sən deyirsən ki, Anna deyir ki, o xoşbəxtdir. Görsən burada I deyir, bu cümlədə I-dir. Burada isə she-dir. Hamı bunu başa düşür, uşaqlar niyə belə oldu. Amma yalanın hə müəllim başa düşdük deməyin. Diqqətlə baxın, başa düşməyə çalışın. Başa düşmədinizsə bir dəfə də deyim. Şamil başa düşürsən nə deyirəm? Düşürəm ki. Okay. Okay. Məsələn bir dənə də cümlə var. I like cats. Mən pişikləri xoşlayıram. Alsu deyir bunu. Bunu Alsu deyir. Ya da Alsu dialoqda da elə bil. Alsu 2 nöqtə I like cats. İndi ona bax. Burada deyirəm ki, she said, o dedi ki, ya da ki she olmasın, Alsu olsun. Alsu said she liked cats. Görürsüz? Bu şəkildə. İndi sən mənə deyirsən ki, müəllim, biz bunu yenirik. Bax, birincisi, birinci qayda. Ən birinci qaydanı götür yaz dəftərinə ki, dırnaqlar yox olur. Bax, birinci qayda, dırnaqlar yox olur. İkinci qayda, zat ola da bilər, olmaya da bilər. Belə ürəyim istəsə yazaram, ürəyim istəməsə yazmaram. Şəxslər dəyişir, I, you, we falan. Və burada şəxslər nəyə dəyişə bilir, dostlar? Məsəl üçün, I, he, she ola bilər, we, they ola bilər, my, his, her ola bilər. Bunu oturub əzbərləməyinizə ehtiyac yoxdur, uşaqlar. Cümləyə baxanda başa düşəcəksiniz. Məsəl üçün, Alsun əvəzliyində she deyəcəksən də, he deməyəcəksən ki. Bu şəkildə. Bunu dəftərinizə yazın, uşaqlar. Çox xahiş edirəm, SS eləməyin. SS eləməyin, yazın. Aha. Yazın, tələsməyin. Bax, kimlərdən istəyəcəm? Bax, Xədicədən istəyəcəm. Afaqdan istəyəcəm. Xədicədən istəyəcəm. Xədicənin adını 2 dəfə dedim. Şamildən istəyəcəm. Bir də Xumaydan. Yəni, buradakı hər kəsin istəyəcəm ki, dərsdən çıxandan sonra bu qaydanı nətər yazırsınız dəftərinizə, onu mənə atasınız. Yaxşı? Yəni, sübut üçün. Mənim ürəyim soyusun, mənim ürəyim dinc olsun ki, sən həqiqətən yazırsın. Mən bunu görüm. Yaxşı? Dərsdən çıxan kimi hamı mənə atır. Keçim uşaqlar, yoxsa gözləyim? Bir dəqiqə mənim məsələn olmasın. Okay. Nümunələri də yazın. Baxanda özünüzü başa sala bilin. Sakit başla dəftəri qoyanda qabağına o dəftərlə müharibə eləmə, küsmə. Ki, ay mən başa düşməm, başını tulla, get, yox. Denən ki, bunu müəllim mənə başa salmışdı və mən bunu dərsdə başa düşmüşdüm. Bəs yaxşı, indi mən evə gəlmişəm, evdə baxıram, mən bunu niyə başa düşmürəm? Ki, bunu özümə başa salmağa çalışım. Bir giriş elə. Uşaqların bir eləsi var, sualı qoyuram qabağına. Deyir, ay mən bunu eləmirəm, heç A variantına baxmayıb, bədbəxt A variantına baxmayıb, A variantını bədbəxt eləyir. Şərti bədbəxt eləyir, verilən cümləni bədbəxt eləyir. Cümləyə başlamır. Sən də bir izaha başla, bir özünü izah eləməyə başla. Ondan sonra denən ki, eləyənmədim. Cəmaat başlamır, sonra deyə eləyənmirəm. Eləyənmirəm, yox, sən denən ki, başlaya bilmirəm. Yazın bunları, dostlar, yazın. Bu şəxsləri dediyim kimi yazmasaz olar. Çünki həmişə belə işləmir. Keçmək istəyirəm, uşaqlar, keçmək istəyirəm, yazmadınız. Tamam, bir dəqiqə. 59, 58, 57. Yazın. Teacher. Yes. Burada ikinci var, zət olan. Aha.
Z ne yazmış o? Darı nedir? Aha, aha. Yazmışam ki that olar. A, olardı o. Hə. Bilirəm, xəttim pisdir. Vay Allah sən saxla. Tamam. O, olar, olmaya da bilər. Ay, Şamil. Optional. Optional bilsən nədir? Sənin ürəyin buyursa yaz, ürəyin buyurmasa yazma. Yəni ola bilər, olmaya bilər. Yəni çox bir işimiz yoxdur onunla. Takılmırıq ona. Buyurun dosyalar yazın. Hal-hazırda çox susamışam və gedib özümə su gətirməliyəm və ərinirəm. Və dərs izah edirəm və gedib özümə su gətirə bilmirəm. Nə fikirləşirsiniz bu barədə? Əsas gedin suya. Bəli. Xərcə də yazıb gedin gətirin. Can, ərinirəm şu an. Öf. Aşağı düşməyə ərinirəm. Gəlin bir baxaq. Yazdınız uşaqlar, mən siz yazdınız. Keçirəm ev əsəbləşdim. 4-cü qaydaya keçirəm dostlar. Zaman geriyə gedir dostlar. Buna biz backshift deyirik. Nəsə ingiliscəsini öyrənməsi də olar, vecinizi almayım. Direct, indirect. Sənə verilən cümlədə am, is veribsə, sən oraya yazırsan was. Yəni indiki zamandırsa bacı, keçirsən keçmişə. Ala bax, indikidir keçmiş, indikidir keçmiş, bax indikidir keçmiş. Çiçək kimi. Can belə could olur. Nə gözəl. Will, will'in keçmişi nədir? Would. Denən sürət qrupunun dərsində də dedim bunu. Bunu harda dedim? Hə, passive voice dərsi keçmişəm. Orada da dedim. Sonra massa modalda demişdim ki, massın keçmişi hədsi olur. Nə gözəl bir qaydadır. Məni incitmir. Necə də gözəl. Massın keçmişi var? Yoxdur. O gün biri qayıdır deyir ki, ay müəllim, might olur da. Qardaş. Might main keçmişidir. Qarışdırma. Massın keçmişi yox idi. Mass malı məli deməkdir dostum. Onun keçmişi həddir. Yaxşı. Sual verir uşaq. Deyir ki, ay müəllim, ala bunu dəftərinə köçür, sən dəftərinə köçürdükcə mən də danışım. Deyir, ay müəllim, have to varsa, bu da malı məli deməkdirsə, has to da varsa, bu da malı məli deməkdirsə, onda niyə mass var? Cavabı çox bəsitdir. Çünki massın keçmişi yoxdur. Bu adam da qayıdır deyir ki, indi mən keçmişdə olan bir şey demək üçün neyniyim? Ayılıbdır ki, onun üçün söz kəşf eləməyib. Deyir veşinə, davay, biz bura deyəcəyik had to. Have to-nun keçmişi olur, had to. Yəni, massla have to-nun mənaları eynidir. Sadəcə olaraq have to ona görə ixtira edilib ki, onun keçmişi var. Bu şəkildə. Gəlin burada biraz cümlələri də izah edeyim uşaqlar. Çalışın ki, mən cümlə izah edəndə heç nə yazmayın. Çünki birinci başa düşmək əsasdır. Yaxşı. Bax, məsəl üçün burada sən deyir I am tired. Ay sağ ol. İndi ona bax. Deyir ki, he said he was tired. Hansı zamanda bu? Bax, am gördümsə, mən buna was-u keçirdirəm. Gördün? He was tired. Will-i keçirtdim, would elədim. Peki qırmızı rənglə işarəliyim mən bunu. Ay sağ ol. Will-i keçirtdim, would elədim. Can-i keçirtdim, could elədim. Cümlələrdə köçürdün dəftərinizə. Mənim əziz dosyalarım. Bir, 2, 3, 4, 5 yazdınız. Deyin ki yazdıq. Yazdınız. 4'e yazdım. 5 yazdım. Okey, gözləyirəm. 4-cü qaydanı da yazın. Birinci neynədik? Dırnaqları tuladıq. Sonra ürəyimiz istəsə that qoyduq. Üçüncü neynədik? Mənim yadımdan çıxdı. Şəxsləri dəyişdik. Şəxslər. Sonra neynədik? Zamanı dəyişdik. Zaman neyinir? Geriyə gedir. Çox asan deyil, çox asandır. Geri. Tula geri. Tamam. Yes. Aha. Keçirəm.
Şu an keçirəm. Bax, gül kimi keçirəm. Gəldik 5-ci qaydamıza. Deyəsən 7 dənə qaydası var bunun. Gəldik 5-ci qaydamıza. Özü də uşaqlar, bu Nərgiz Nəcəfdə falan, ay Allah, bir dənə ifunət şəkildə izah eləyib, ürəyim bulanır ora baxanda. Yəni ona görə bura qəşəng qulaq asın. Mənim dəftərimdə olan şeyləri yazın. Yaxşı, çünki bunlar mənim 5 yaşlı bəbiyə izah elədiyim formadakı kimidir də. Başa düşdünüz? Bax. Sonra zaman sözləri dəyişir. Biz burada zamana qarşı takıntılı olacağıq. Takıntılı sözünü ingiliscədə deyək. Obsessed. Bu şəkildə. İndi bax, maba. Biz bayaqlar nə etdik? Feillərimizi keçmişə keçirdik. Nə gözəl, yaxşı elədik. İndi sözümüzü keçirdirik. Məsələn, sənə deyirsə ki, today, bu gün demə də, o gün denən. Deyirsən ki, misal üçün, o gün getdim, bugün getdim dərsə, sonra biraz üstündən vaxt keçir, bugün olur o gün. Düzdür, başa düşdün. Məsəl üçün, gəl birdən ayın tarixi ilə danışım. Məsələn, oy. İndi ayın neçəsi qoyudan baxım görüm. 5 yanvardır. 1 yanvar yeni il gəldi. Yəni deyirəm o gün yeni il girdi. Düzdür? Bu şəkildə. Yəni 1 yanvar oldu o gün. İndi today oldu nə? That day. Tomorrow. Tomorrow olanda nə olur? Next day. Ayşələr, bu asandır. Buna bax. Tomorrow sabah deməkdir. Next də növbəti deməkdir. Sabah da növbəti gün deyil. Sonra yesterday. Yesterday də olur before. The day before. Əvvəlki gün. Yəni dünən əvvəl olubdu. Before-dan yadda saxlamaq olar. Now, indi. Then, onda. Here, bura. There, ora. Bu şəkildə. Hökmən yazın buna. Çünki çıxanda hamımızın istəyəcəm. Tamam mı? Çıxın kimi. Misal üçün, I will call you tomorrow. Mən səni zəng eləyəcəm. O bir şey, telefonu əlimdən düşürdü. Deyir, he said that he would call me the next day. Bir dənə bax, əlini saxla. Bax, buna bax, burada will eləyibdi would. Hə? Görsən, deməli, düz demişəm mən sağ. Sonra sağ burada tomorrow-da dəyişdi oldu. The next day, superdir. Mən burada you olur me. Hə. Misal üçün, özünüzü yerinizə qoyun da, Fəx xanım. Özünüzü başa salanda hamı elə eləsin uşaqlar. Tamam mı? Deyək ki, I will call you tomorrow. Mən sənə sabah zəng eləyəcəm. Fəx xanım, sizin yoldaşınız deyir bu cümləni sizə. Yaxşı? O deyir ki, o mənə zəng edəcək, kalma. Ay, sağ ol. Gördünüz? Adam yerinə qoyun da bunları. Nə qonşudan, qohumdan falan kimi çox istəyirsiniz, kimi çox istəmirsiniz. Day nə bilim, kimisə qatın ora nümunə olaraq yadınıza qalsın. Bu şəkildə. Yazdıq dosyalar. Məncə yazdıq. Bu qədər tənbəl olmalı deyilsiniz. Hər şeyi sizə yazdırım, sonra sizi tənbələ qoyuram. Siz robot musunuz? Yaxşı, nəysə. Öf. İndi bura biraz qarşılıq görünür, amma qarşılıq deyil. Asandır. Bir dənə bura ilə başlayaq. Sən əgər ki, do you ilə başlayaq. Bax, biri var do you like tea olar. Belə iki cür cümlələrimiz olur da, ay dostlar. Biri var deyir ki, do you like tea? Çay xoşlayırsan. Bir də var deyir ki, why do you like tea? Niyə çay xoşlayırsan? Bu ikisinin arasındakı fərqi gördünüz? Bir dənə burada V var. WH var. Bunun gördüyü arasındakı fərqi.
Yoxsa görmədik? O boyda şairləmişəm. Aha. Bax sən bunu çevrəndə başqa cür çevirsən. WH, yəni VH, WH. Bu olanı başqa cür çevirsən. İndi sən mənə diqqətlə qulaq as, mən sənə qəşəngcə izah eləyəcəm. Bax, sən burada deyirsə ki, do you like tea? Bax bu şəkildə sənə deyirsə, sən bunu çevirəndə hökmən cümlənin içinə if və yaxud da ki whether görməliyəm. Görməliyəm, məcburam. Bax görsən do you-nu çevirəndə if qoyub burada. Bilirsiniz nə deməkdir if? Mı, mü. Məsələn, deyir ki, do you like tea? Çay sevirsən? Çay sevirsən? Aha. Bu bir cümlədə də bilirsiniz nə deyir? Deyir ki, o soruşdu ki, çay sevirəmmi? Hey. Hə. Çay sevirəmmi? Sevirəmmi? Ay, sağ ol. Burada gül kimi qırmızı ilə işarələdiyim hər şeyi yaz. İkinci nədir belə? Neçə dənə qaydamız qaldı? Deyəsən bir dənə qaldı. Bir dənə qaldı. Tamam. Başa düşürsünüz, məsəs odur. Biraz çətin gələcək başda. Niyə? Çünki ilk dəfə də görürsünüz. Bilirəm, burada bəzilər var ki, əvvəlcədən bilir falan fistan. Amma bəzilərimiz də var, təzə görür. Okey. Bunu yazdınız dəftərinizə. Bunu yazdınızsa bir dənə gedib suallara baxaq. İndi nə kimi öyrəndiklərimizi bir dənə praktika eləyək. Sonra təzə qaydalara keçək. Çünki hələ başa düşmürük biz nə iş görürük. Qaydanı öyrənirik. Hə, bildik qayda belədir. Amma testin içində bilmirik. Ona görə bunu yazan kimi mənə deyin. Biz bir dənə... Ay, sol. Gedək indi keçək bura. Deyəm. Hə. Ay, sağ ol. İndi nə cürə qaydalar keçdik? Dırnağı yox eləyirik falan fistan belə şeylər. Çəkirik. Ay, sağ ol. Zamanı geri çəkirik. Zaman sözünü dəyişirik. Afərin, afərin. Bunu A qrupundan işləmişdik. Nə qədər gülərik həmin o dərsdə. Video dərsə başlayanda dərsi rekord eləyirdim. Dedilər ki, müəllim, çox səhv eləmişik. Rekorda almayın da, biabır olacaq. Axırda da dedilər ki, müəllim, rekordu paylaşarsın. Axırda yaxşı qutardı, axırda öyrəndilər. Gəlin indi baxaq bizim üçün burada nədir? Uşaqlar, bax, birinci sualda bizə nədir? Birinci qayda olaraq mən sənə demişəm ki, dırnaqları atsan. Buna variantların hamısını dırnağa atıb. Görsən? Nə gözəl. Nə qəşəng. İndi ona bax, cümləmin içində sən asant gələn tərəflə başla. Bax, məsəl üçün, mənim gözümə will asant görünür. Mənə elə gəlir ki, will desə, gələcəkcə keçmişə çevirməliyəm. Will'ın özü olmaz. Will'ın özü olmaz. Bax, would olmalıdır. Gördün? Ay, sağ ol. Bax, would have dinner at 7 o'clock. Hamısı eynidir. Bax, buraları uca eyni deyil. Bir dənə buna bax. Bizə bax, nə deyir? Ay, sağ ol. Tomorrow olmaz. Tomorrow olanda nə edirdim, ay dostum? Bax. Tomorrow olanda the next day olurdu. Bax, B variantın bədbəxtçiliyi buradadır. Bax, burada da the next day'dir. Burada da the day before'dur. Ay, bacı. Tomorrow nə zamandan before olur? Next day qoymaq lazımdır. Oldu nə C variantı? Nə gözəl. Sualımı həll elədim. Gəlin bir dənə tərcümə eləyib başa düşək. Bax, deyir ki, he said, we will have dinner at 7 o'clock tomorrow. O dedi ki,
biz sabah saat 7-də nahar yeyəcəyik. C variantında da bizə deyir ki, o deyir ki, onlar yemək yeyəcəklər. Burada deyir ki, biz yemək yeyəcəyik. Məsələn, Şamil mənə zəng eləyir, deyir ki, ay müəllim, saat 7-də biz yemək yeyəcəyik. Mən də deyirəm ki, sizə, qayıdıram Xədicəyə deyirəm ki, ay Xədicə, Şamil mənə zəng eləyib deyir ki, onlar saat 7-də yemək yeyəcəklər. Başa düşdünüz? Yəni buradakı şəxslərin yerinə aydı, we'di, he, she, itdi, nə bilim nədir. O yerinə, adam yerinə qoy, onda daha sənin ağlına gələcək. Burada indi şəxslə işimiz olmadı. Misal üçün burada tez tapdıq, rahat tapdıq. Amma biz əlbəttə ki, bizim belə bir qaydamız da vardı. Dedik ki, şəxs dəyişəcəkdir. Bu da lazım olacaq. Bu da lazım olacaq. Gəlin indi baxaq görək bizim üçün söhbət başqa nədir? 2 maraqlı deyil mənə, çünki hələ öyrənməmişəm. Bax, məsələn, 3-cüyə gedək baxaq. 3-cüyə. Baxaqmı buna? ISO. Bax, deyir, birinci dırnaqlar atılacaq. ISO. İndi biz bura baxırıq ki, izdir, elə. Dostum, iz nə olurdu? Bax. Bax, səbirlə başa salıramsa. İz nə olurdu? Boz olur da. İndi ona bax. İndi ona bax. Burada iz var. Burada da iz var. 2 dənə variantım çiçək kimi çıxdı. Elə bu şəkildə. Sonra. Ay uşaqlar, 3-cü suala baxın görün hələ. Bu Fred deməyim gəlmir, Fərid deməyim gəlir. Bu Fərid sizcə sual verir, yoxsa deyir? Deyir. Ay, so. İndi mən D variantında deyir, soruşur, ask. Ask. Aha. Gözləyim bir dəqiqə. Aha. Ask'ın 2 dənə mənası var. Biri var xahiş eləmək. Bir də var soruşmaq. Ay, so. Bu kimi test işləyəndə dostlar, ən çox soruşmaq mənasındadır. Ona görə bunu çıxart. Bu şəkildə. İndi siz mənə qulaq asın. Qalan heç bir şeyə problemim yoxdur. Bir dənə hər şey eynidir. Bir dənə buna bax, bir də bura fərqlidir. Orada indi işim yoxdur. İkisi eyni mənaya gəlir. A variantı olacaq. Niyə? Vaza görə. Nəyə görə? Vaza görə. İstisal vaz verməliydi. İndi burada belə bir şey var. Düz deyirsən. Amma ola bilərdi ki, orada were olsun. Çünki all hamısı deməkdir axı. İndi belə bir şey var. All canlı mənasını verəndə xəbəri cəm olur. All tək mənasını verəndə xəbəri tək olur. Burada bizə nə deyir ay Xədicə? Burada deyir ki, hər şey yaxşı olacaq. Ona görə burada hər şey cansızı deyir. Deyir, hər şey yaxşı olacaq. Ona görə burada variant olur. Düzgün cavabı tapdın, amma çox məzəli bir yolla tapdın. Afərin sənə. Sənə də alqış, sənə də alqış. Bu şəkildə. Afərin, afərin. Hə, buna dəymirəm hələ. Buna da dəymirəm, buna da dəymirəm. Buna da dəymirəm. 9 tərsini işləyir. Hələ biz bir düz işləməyi öyrənək də, tərsini işləməyə sonra öyrənərik. Məsəl üçün 11-ə gəlin baxaq. Uca 11-ə mən sizlə baxmaq istəyirəm. İstəyirəm ki, bunu Huma ilə baxaq. Huma, bunu mənə başa sal. Tələsmə, qəşə-qəşə başa sal. Yaxşı. Burada unsaid deyir. Birinci ask gördüm. Onu çıxmaq istəyirəm. Aysa soruşmuruq. Qız deyir, soruşsa burada soruş arası olar da, eləmi? Aysa. Sonra zamanı baxacam. Don't verib. Biz bunu keçmişə keçirməliyik, did eləməliyik. Ona görə birincisi does olub, onu çıxdım. Bir də had var orada, sonra da çıxıram. D variant. 2 variant qalır. Onların fərqinə baxacam. Qabıdan baxaq görək. Verib. If Yox. nə əlaqə? B variantını çıxmışıq gözdə.
Ay sağ ol. If deyirsən nə əlaqə və çıxırsan. Çünki mən ifə harda demişdim. İfə harda Sualda. dem. Ay sağ ol. Gör mən ifə harda demişəm. Gəl bir dənə sənə göstərim indi sualı qaydıram. Hamı diqqətlə qulaq asın, hamı ilə baxacağıq. Baxsa do you yoxsa did you falan desə, o zaman if ver, whether ver. Yaxşı? Afərin. Aha, bu cümləyə baxaq. Deyir ki, deyir ki, mən partiyə getməyə xoşlamıram. C variantında deyir ki, deyir ki, o partiyə getməyə xoşlamır. Bax, I oldu nə? She. Niyə? Qızdır. Bu şəkildə. Narahat olmayın, şəxsiyyətlə, cinsiyyətlə sizi incitməyəcək, qorxmayın. İndi gəlin bir dənə suala baxaq. Buna yox. Buna baxaq. Bu məsəl üçün duyu ilə olana. Duyu ilə falan özü də ay uşaqlar. Bir dənə baxın, gələk bayaqdan bu cümləni deyərdim sizə. Uşaqlar həmişə dırnağın içinə baxın. Bayaqdan görürsünüz, dırnağın içinə görə gedirik. Yaxşı. Dırnağın içinə baxın. Dırnağın içindən başda. Burada do veribsə, deməli cümlənin içində if olmalıdır. If var, if var, if var. Olmayanları rədd edirəm. Çünki bədbəxt variantlardalar. İndi fikir ver, soruşur elə, bax sual verir. Bax görsən ask, ask, ask. Super. İndi buna bax. Biz indi baxırıq bizim üçün. Aha, bir dənə fikir ver. C variantına, B variantına bax. B variantının bədbəxtçiliyi bilsiz nədir? He olan yerə qı verib, qardaş, sən qavuz olmalısan. Çıxdın bunu. Və bura indiki zamandadırsa, qavuz olmaz burada, went olmalıdır, keçmiş. D variantı. Gəlin görək nə demək istəyir bizə. Deyir ki, mən oğlan dedim ki, sən yayda surf eləməyə xoşlayırsan. Surf idman növüdür dənizin üstündə. D variantında da deyir ki, mən soruşdum ki, oğlandan o surf eləməyə gedirmi? If var orada. Başa sala bilirəm uşaqlar. Bax, mənə yalan deməyən, hə müəllim başa saldı. Düzünü deyim. Həqiqətən başa düşdünüz. Şamil başa düşdün. Afaq başa düşdü. Humay başa düşdü. Xədicə başa düşdü. O zaman gəl bir dənə o Şamillə işləyək. Hə. Ay sağ ol. İndi gəl baxaq. İndi bax. Bir dənə fikir ver. İndi burada da don't-la başlayıb, amma görsən sualı yoxdur. Deməli nədir bu? Sual cümləsi deyil. Tələsmə ora. İndi bax. Gəl sizlə bir dənə baxaq. Gəl səndən baxaq, ay Xədicə. Gəl səndən baxaq. 14-ümə başlasın. Şamil, diqqətlə qulaq as, növbət səndən baxacaq. Deməli, sual cümləsi olduğuna görə bizə ifli variantlar lazımdır. D variantında if olmadığına görə D variantını atıram. Diğer variantlar qalır. Daha sonra Nəyi atıram dediyin zəhmət olmasa bir də çox xahiş D edirəm. variantında if olmadığına görə If var axı. D variantı deyirəm, mən yedim. Tamam. Sorry. D variantını attım, diğer variantlar qaldı. Daha sonra başqa diğer variantlara baxdığımız zaman B variantında daha sonra he verib parçalar pozub. Afərin sənə. Ona görə unuturam. Afərin sənə. Supersən. Onu burada yazmışam. Və bunu sizə dərsin içərisində də demişdim uşaqlar. Yanınıza gəl complete the sentence-də. Cümlənin ortasında if olurdusa, whether olurdusa, nə olur? Subject gəlməlidir onlardan sonra. If-dən və whether-dən sonra subject gəlməlidir. Complete the sentence qaydasında burada da deməliydim, amma demədim. Sən çox gözəl yeri toxundun. If-dən sonra does olmaz uşaqlar. If-dən sonra gərək subject versin. SVO-PT. Supersən, qəşəng. Sonra deməli diğer variantlar qalır. Diğer variantlara baxdığımız zaman da ki he likes. Zamanı dəyişə bilərik. Birində asketdir, birində askıdır, birində topdur. Burada keçmiş zamanda verməliyik. Ona görə A variantı olar. A variantında likes-da axı. Burasını görmədim. Askı görə baxmışdım. Ask tərəfdə zamanla işim yoxumdur. Əsas bu bir tərəfdə, ikinci tərəfdəki. Hamısında likes-da.
Aa, Y variantını görmemişim. Mhm. Evrim Bu oldu şəkildə. çıkmış. Tamam. Yes. Anladım. Gəlin bir dəfə də mənlə bir yerdə bilən bunu işləyək. Nə edirəm? Həmişə dediyim kimidir. Nağılın içinə baxıram. A, du ilə başladı. Vəsə if olmalıdır. İfli olanları bir dənə saxlayıram. Vəsə bunun yoxdur. Bu bədbəxt variantdır. If-dən sonra istəyir PT gəlməlidir. Das köməkçi fe'l olmaz. Gərək subject, yəni kim iftada gəlsin. Çıxdım. Zamanıma baxıram. İndiki zamandadırsa like-ı likes-da qoya bilmərəm. Likes-da qoya bilmərəm. Aynen C variantı. Bax burada da çıxdı. Like eləyib dediyinin Y variantı. Deyir ki, müəllim uşaqdan soruşur ki, sən realistik novellaları sevirsən, yəni realistik kitablar sevirsən. Burada deyir ki, müəllim soruşur ki, uşaq realistik novellaları sevirmi? Bu şəkildə. Birini gəlin Şamillə işləyir. Şamil. Şamil buradadır. Aa. Tamam. Afaqla baxaq. Afaq buyur. Dırnağın içinə baxırıq, görürük ki, mən burada keçmiş zamandadırsa mən necə eləyəcəm? Keçmiş zamandadırsa bir dəfə də keçmişə tullayacaqsınız. Zaman oxumuzda 0, -1, -2. Əgər ki, keçmiş sadə zaman -1-dirsə, indi bir dəfə də dala qaydana -2 olur. -2-də hansı zaman idi? Had olan, Bəli, past perfect, bəli. aha, bir dəqiqə. Didlə başlayıbsa, deməli ya if olmalı, ya da whether olmalı. Bundan başlayaq. Aha, bəli, biraz sualcı çətin gəldi mənə. A variantı gedər, çünki A-da if yoxdur. B If ya da ki variantı, whether. bəli, whether-da yoxdur. Daha sonra baxıram ki, Y variantında da yoxdur. D ilə C variantı qaldı. Və yesterday verib zaman olaraq da bizə sonda. Burada da olacaq o zaman the day before, C variantı. Ya D variantını da elədi də. Orada da elədi. Bir dəqiqə. Yox, bir dəqiqə. Burada so var, C olmayacaq. Had seen olacaq, D variantı. Bəli, eyni zamanda biz zamanı sürüşdürməliyik əvvələ. Super. Bir də bir dənə fikir verin. C variantına told deyir. D variantına ask deyir. Həqiqətən də 15-də soruşur deyə sual işarəsi var. Görsən? Superdir də, əladır, hə? Başa düşdük? Bəli, indi başa düşdüm. That's okay. Bunun hamısını işləyəcək. Bir dəfə də evə verəcəm hamısını. Evə işləyəcək, gələcək, hamısını izah eləyəcək. Bu da bu şəkildə. Bura kimi hamısını qəşəngcə bildik. İndi gəldik bizə sualı do ilə vermədi. İndi WH ilə verdi. Ay Allah, nə iş görəcəm? Çox asandır. Hamınız eləyəcəksiniz bunu. Qulaq as. Biri var, do you live? Yaşayırsan deyə sual verir. Bir də var deyir ki, harda yaşayırsan? Belə bir sual verir sənə. Ora sənə burada WH-li söz var. Deməli sən hökmən bu WH-li sözü, məsələn, cümlənin içində what deyibsə, variantlarda what axtaracaqsan. Where deyirsə, where axtaracaqsan. Which deyirsə, which axtaracaqsan. Və hökmən WH-dan sonra subject gəlir. O şey kimi də completely sentence yox idi, onun kimi kopya. Bu şəkildə. Görürsüz, belə olur. Bunu götürün bir dənə dəftərinizə yazın. Mən sizə nümunə test izah edim.
Mhm. Aha, gəlin keçək dostlar, hə? Gəlin də sizə sual izah edək. Bax, məsələn ki, uşaqlar burada WH və how ilə başlayan cümlə. Baxın, WH-in izahı bu how olana da aiddir. Yaxşı? Başa sala bilirəm, heç kəsin başı qarışmır ki. Hər şey yaxşı gedir. Yavaş-yavaş izah eləmirəm, sürətli izah eləmirəm. Qaçmıram ki. Okey. İndi mən dedim ki, bax burada how gördümsə, cümlənin variantlarda how axtaracağam. C variantında yoxdur. C variantını tulladım. Bir də biz bilirik ki, dedim ki, WH və how-dan sonra SVOPT gəlməlidir. Yəni ki, did-lə d olmaz. Onlar çünki subject deyil. Okey? Bu şəkildə. İndi bax, sən burada today deyirsə, bugün deyirsən that day. D variantı. Hardan bilirəm? Ala bax, biri burada yazdırmış. Da burada yazdırmış. Nətərdir? Yaxşı sualdır. Afərin. Yalan deməyim, başa düşdüm. Qəşə-qəşə başa düşün. İndi gedib birində işləyim. Və məsəl üçün. Martin söz adından xoşum gəlir. Aha. Mən burada görürəm ki, where var. Dedim ki, bu varsa deməli variantların içində də olmalıdır. Var. Problem deyil. Yəni bundan sonra da WH və how olandan sonra SVOPT qoymalıyam. Hə? Bax, did verib tulladım, had verib tulladım. C ilə A variantı getdi. Sonra görürsünüz ki, deməli, aha, D variantına baxmayın, bu keçmişdə də elə. Keçmiş, sadə. Aha. İndi ona bax, D variantında has about, indiki bitmiş verir. Yəni bu indikidir də. Keçmişlə sadə nə əlaqə? Keçmiş sadə nə idi ay uşaqlar? Ədəd oxunda mən həmişə zamanı izah eləyəndə 0, -1, -2. Bu rekordu kimsə izləyirsə əgər, bunu bilməm, bəlkə kimlənsə paylaşdım. Bu ədəd oxunu başa düşmürsənsə, rekordu izləyən şəxs, sən deməli zamanı bilmirsən. Gedib baxmalısan zamanlılar videoma, yaxşı? Aha. Deməli, burada bu indiki sadədir, bu keçmiş sadədir, bu isə keçmiş bitmişdir. Yəni, -1-də keçmiş sadədirsə bizim cümləmiz, deyirəm ki, zamanı dala çevirirəm. Yəni, keçmiş bitmişi qoyacam. Oldu burada nə? Y variantı. Bu qədər. Deyir ki, Martin John'dan soruşdu ki, hardan almısan tişörtünü? Y variantında deyir ki, Martin John'dan soruşub ki, o hardan alıbdı? Birində işləyək, birində də sizlə işləyək. Hamısında sizlə işlədiyik. Məsələn, 13-ü kimdən işləmədik? Humay işləmək. Humay. Və bu videonu baxan şəxs birincisi videonu dayandır. Özün həll elə. Sonra bizim izahlarımıza bax. Buyur Humay. Burada sual verir yine de. Bakın. Vay var, vay qalır. A variantında qalmayıb. Ona görə A variantı çıxıram. 3 tane variant var müəllim. Yox. Burada da var. Gəl burada bax. Ən zəhlim gedən şey deyil belə çevriləndə. Burada da vay var. Burada da vay var. Orada sual verirdi. Ona görə say da olmaz məncə. Baxa. Bizə deyir ki, burada sual verir. Sual verirsə, uşaq deyir ki, burada say da olmaz. Çünki soruşur. Ask olar. Afərin. Onda C da gedir, hə? Burada C variantı gedir. Afərin. Sonra məsəl üçün zamanına Admire deyir.
Onu da keçmişə salmalıyıq. Ona görə B variantı olur məncə. Gəl indi o birində yoxla. Və burada da deyil yəni. Ay sağ ol. Çünki burada admire indiki zamandadır. Görsən bu şəkildə. Özdəki belə bir məsələ var. Why-dan sonra verb veribdir. Amma biz why-dan sonra CPT-dir. Yəni subject gəlməlidir. Ona görə Y variantı həm də ona görə gedir. Həm zamanı düz deyil, həm də ki doğru yerdə gəlmir. Yaxşı. Afərin. Düppədüz. Çox. İndi gəlin. Görək nə qaldı? Hə, 7-ci qayda qaldı. Hə. Əmr cümləmizə baxaraq imperative əmr cümləsi. Əmr cümləsi bilsiz nədir uşaqlar? Məsələn, deyir ki, close the door. Qapını bağla. Elə. Sən burada bilsən nə iş görsən? Bax, buradakı close sözü var. Close. Bax bu. Bax, bu sözün qabağına to əlavə edirsən. Hökməndir. Mütləqdir. Yaxşı. Bu şəkildə. Bura fikir verməsəz olar bu feillərə. To close olacaq. Yaxşı. Bunu götürün yazın dəftərinizə ki, to-dan sonra verbimizə vermək lazımdır. Bunu yazın. İndi sizə bunun inkarını da öyrədəcəm. Aha, gəlin indi inkarını izah edeyim. Məsələn, deyək ki, inkarda da bilsiz də uşaqlar, biz hərəkətləri oturmaq, durmaq falan, burada hərəkət var, fiziki hərəkət var. Fiziki hərəkət varsa, inkar eləyiriksə, biz onu ilə inkar eləyirik? Don't-la, doesn't-la, keçmişdədirsə didn't-la inkar eləyirik. Yox, əgər ki, to be dərsini izah eləmişəm, to be-yə aid olan bir şey olarsa, to be-lə inkar eləyirdik. İndi bizə don't talk deyirsə, don't-u salmırıq cümlənin içinə. Talk sözüdürsə bizim feilimiz. Dedik ki, feilimizin qabağına to əlavə edirik. İnkarda deyəndə not əlavə edirik. Bax, don't əlavə eləmirik, ha. Not əlavə edirik. Bax, bu iki qaydanıca yazın. Всё, bitdi. Qaydalarınız bitdi. Bir dənə bunu dəftərinizə yazın. Mənə çəkib atacaqsınız çünki, yaxşımı? Disiplin yaradır o özümüzdə. Bu belə yan-yana qoşum. Məsələn, Məsələn, 5-ciyə baxıram. Cümlə, bayaqdan bizim cümlələrimiz hamısı subject-la başlayır. Məsələn, filan kəs gəldi, getdi. Burada da feillə başlayır. Feillə başlayıbsa. Deməli, biz nə etməliyik? To bring verməliyik. Elə, dostum. Ay, sabah to bring. Burada uca zayıflı variantına apardılar. Zayıflı variantında. İndi bax, uca sən burada şəxsə fikir verəcəksən. Bax, sizə demişdim ki, şəxsi dəyişmək 3-cü qaydamızda demişdim burada. Uca burada şəxsə fikir verəcəksən. Hardan bildim şəxsə fikir verəcəksən? Deyəcəksən, müəllim baxan kimi bildi. Yox, mən bu testləri işləmişəm, ondan bildim. Səndə indi məsəl üçün bir dəfə zamanı yoxla, məsələn. Görürəm ki, burada zamana aid bir şey yoxdur. Nə bilim, başqa bir şey yoxdur. İndi mən burada bir məsələ qalır, şəxs. İndi ona bax. Burada me var. Deyir ki, oğlan deyir ki, mənə gətir. Məsələn, Həsən deyir ki, Humaya. Ay Humay, mənə bir stakan çay gətir. Həsən deyir ki, mənə gətir. Yəni, indi biz Həsənə her deyə bilmərik. Həsən qız ilə Həsən oğlandır. Her deməliyik. Mini olduğu kimi saxlamarıq. Him deməliyik. Y variantı. Ötürə bildiyim uşaqlar nə demək istədim burada? Yalandan hə deməyin, xahiş edirəm.
Ay sağ ol. Deyə o mənə deyir ki, bir stakan çay gətir. O da deyir ki, o soruşdu ki, xahiş elədi ki, mənə bir stakan su gətirə bilərsəm. Görsən burada xahiş eləmək mənasında tərcümə olundu. Yəni tərcüməsi bizim üçün maraqlı deyil. Həll etmək. Prosta tərcümə edirəm ki, indi mətndə falan köməyimizə gəlir, söz öyrənirik falan belə. Məsələn, indi bizim üçün burada inkar eləyir. İnkar eləyəndə də heç nə, misal üçün to tell deyəcəkdiksə, indi biz burada not to tell axtarmalıyıq cümləmizin içində. Buna biz Xədicə ilə baxaq. Xədicə, xahiş edirəm, buna bir bax. Deməli, not to tell tarix variantlarda buradakı A variantında yanında to yoxdur deyə atıram. Ay sağ ol. Biraz Bax, düz C deyirsən. Bax, bura variantında not to tell olmalıdır. Özə burada don't da salıb. Olmaz. Bəxtlər demişdim, don't salmaq olmaz. Afərin sənə. Sonra sonra C variantında atıram to'su yoxdur deyə. süper. D variantında da don't salıb həm də ki to yoxdur yenə atıram. Hı. Qalın mən Y variantda, B variantda bunun arasını seçməliyəm lazımdır. Bir dəqiqə baxım. Gəl belə eləyək. Mən eyni olanları işarəliyim. Yesterday dünənlərim deyir. Bir yaxın demişdiniz ki, əgər dünənlərim yazılışıq sonra, yəni yesterday sonunda Z-ə prefer olmalıdır. Ona görə də Ay sağ B ol. variantı. Afərin. Xəstəsən deyəsən, şifalar diliyoruz. Hamı Çox sağ ol. xəstədir. Hamı xəstədir. Bütün uşaqlarım xəstədir. Niyə belə xəstələnmisiniz hamınız? Qışdır da, mən də burada yaydı. Ağlım gedib özümə. Deyir ki, Ted mənə dedi ki, dünən baş verən şeyləri heç kəsə demə. Bu şəkildə. Afərin sizə, afərin. Bu şəkildə. Sizin burada bir dənə belə bir qaydanız qaldı. Bu qaydanı gələndə başa salaram. Bu qaydanı gələndə başa salaram. Çünki çox da belə qarşımıza çıxan bir şey deyil deyənə. Ona görə bizim bu çox da bir vecimizə deyil. Nəsə, başım bıraxın, bunun PDF-ni atacağım sizə. Silif atacağım. Başdan ayağa bir dəfə də işləyərsiniz. 20-cə dənə sualdır. 20-cə dənə sual. İştif atarsınız mənə, yaxşı? Çox. Bu qədər. Buradakı 5-i, 6-nı və 7-ni işləyin. Hamı işləsin. Bu nəyə kömək eləyir? Bu nəyinsə məğzini başa düşməyə kömək eləyir. Yəni, mainlə bəyaxları yaza bilirik. Listening-də və reading-də. Həm 9-lar, həm 11-lər. Həm 9-lara ayrıca 5, 6, 7 tipli sual düşür. Bunu düzgün yaza bilmək üçün. Buyurun, siz bunu yazın. Mən gedim özümə su gətirim, yoxsa mən susuz dözə bilmirəm. Bu listeningdir də, hə? Listening deyil. 5, 6, 7 oxuyub yazmalısınız. Listening deyil bu.
Yazan oldu. Bir dəqiqə. Hamı yazsın. Müzakirə eləyəcəyik. Yaxşı? İnşallah dərsə gəlməyənlər rekorda baxar. Oy. Bütün gün oturub dua edirəm ki, dərsə gəlməyənlər rekorda baxsınlar. Bəli. İşləyən qutarın hamınız mənə bunun cavablarını WhatsApp-a atın. Şəxsiyə, yaxşı WhatsApp-a. Burada çata yazmayın. WhatsApp-a atın. Hələlik. Mənə bir nəfər at. Tələsdirmirəm. Bir nəfər qaldı. Dərsə qatılmayan neçə nəfər var? Bugün neçənci gündür sizdə? Sizdə ikinci gündür. Hə. Çoxu dərslər ona görə. That's okay. Dərsə getməyə qədər məsuliyyətli uşaqlardırlarsa bunlar, əgər yəqin ki, rekorda da baxarlar. Bir baxaq. İzah eləyək. 5 izah eləyək. Afərin, ucu izah eləyə bilərik, bəli. 5 izah eləyək. 5-i Xədicə ilə izah eləyək. Xədicə nə deyir 5-də? Bizim üçün 5-də nə deyir? Deməli 5-də 2 bəs yeni şey açılıb, fitness mərkəzi açılıb. Central Park Plaza, adı nəsə belə bir şeydir. Nəsə açılıb axır. Deyir ki, açılışa özel, ekskluziv, yəni şeydir. İlk həftədə yəni pulsuz keçirilir, yəni free, pulsuz dərslər keçirilir. Variantlarda isə doğru variantı istəyir. Məsələn, A variantı yazdım mən. Çünki A variantında deyir ki, yeni fitness mərkəzi açıldı. Yəni bu daha uyğun gəldi deyə bunu götürdüm. Diğer variantlarda isə B variantında misal üçün deyir ki, fitness zalı lokasyonu, yəni yerini dəyişib. Bu yanlışdır. Yerini dəyişib, təzə açılıb. Necə dəyişə bilər? C variantında deyir ki, hər həftə olacaq. Amma hər həftə üçün demədi axı. Dedi ki, birinci həftə, ilk həftədə olacaq. Ona görə C variantını da atıram. Sonra D variantında deyir ki, fitness center bütün ev heyvanı, yəni pet heyvanlara açıqdır.
Heyvanlarla əlaqə burada belə bir şey ümumiyyətlə deməyib deyən D variantında atıram. Y variantında isə deyir ki, bütün 6-cı günlər Sunday açıqdır. Amma bizə yenə də bütün həftə Elə bir şey demişdi. görmürük. Sunday yoxdur. Afərin. A variantında deyir ki, yeni fitness mərkəzi dərslər təklif edir. Offer. Təklif etmək. Dərslər təklif eləyir. Deyir ki, çox eksklüziv üzvlüklər var. Eksklüziv yəni ki, belə dəhşətli üzvlüklər var da, məsəl üçün 70%lik falan belə. Burada deyir ki, trial nədir? Sınaq. Deyir ki, pulsuz sınaq dərslərimiz ilk həftədə pulsuz sınaq dərsləri var. Bu şəkildə. Belə. Discount sözü Saleh. Məncə bu sözü hər yerdə görmüş olarsınız. Saleh. Bu sözü hər yerdə görmüş olarsınız. Endirim deməkdir uşaqlar. Saleh. Endirim götürün. Bu da sizin endirim sözünüz. Discount. Altını Afa xanım başa salsın. Mən burada səhv etmirəmsə bu variantı yazdınız mı yadımdan çıxdı. İzah edin bizə. D variantı yazmışam. İzah edin bizə. Deyir ki, xüsusi Bir şey. xüsusi bir şey satılır, alınır da yəni buy, amma pulsuz. Olsun. Ben misal üçün elə gedəmsiz bir A variantına baxın. Deyir ki, deal on biz həmişə listeningdə, readingdə deyirik ki, preposition'a baxmaq lazımdır. On juice drinks. Amma burada juice drinks demir axı. Birincisi juice drink sözü heç yoxdur heç orada. Smoothie. Smoothie də içkidir. Nəsə boş verin. Bilmirsiniz, yaxşıyırsınız. On. Yoxdur heç ümumiyyətlə. Belə bir şey yoxdur. Half, məsəl üçün smoothie sözü var burada. Burada deyir ki, half price. Half price. Ay sağ ol. Burada deyir ümumiyyətlə pulsuzdur ümumiyyətlə. Pulsuzdur. Ona görə deyəni seçmişəm elə. Bir baxaq. Sonra nə deyir bizə? Gəlin görək. Məsəl üçün deyir ikinci sözü hanı? Yoxdur. Yox, belə bir şey. Yoxdur. Sonra bizə burada deyir hər ay bir dənə Martın adını çəkib. Tolduruq deyirəm. Buyurun Xədicə xanım. Mən burada C variantını götürdüm. Çünki demir ki, birini alını biri hədiyyədir. Deməli, birini alırsansa bir yerdə pulsuz gəlir də. Gəl bir dənə görüm nə deyir bizə. Gəl görək nə deyir. Here's special deal. Okay. Buy one, get one free. Qəşəng. Afərin sənə. Afərin sənə. Bax görürsüz, mən şeylə getdim. Dedim ki, variantla gəlin gedək görüntüyə gedirik. Amma sən çox gözəl hissəyə toxunmusan. Afərin sənə. Sən ödəniş qazandın. Ona görə mənə kartını atmalısan. Afərin. Mən xoşuma gəlir. Mən fikir vermədiyim şeyləri mən uşaqların fikir verəndə xoşuma gəlir. Deyir, birini al, buy one. Al birini, get one free. Birini də pulsuz al. Super. Və buy sözünün son yemini yazdırmışdım. Özdə bunu Humaya yazdırmışdım. Purchase. Yadına gəlir Humay? Bəli. Afərin. Deyir ki, ikinci smoothie pulsuzdur with a purchase. Yəni almaqla. İkincisini almaqla eləyirsən bir. Amma burada D variantına deyir ki, D variantına heç mən gəlməmişəm. D variantında bizə deyir ki, pulsuz satır. Pulsuz satmır axı. Birini alırsan. Bu şəkildə. Və bu təklif nə zamana kimi keçərlidir? 31 Marta kimi keçərlidir. Oldu nə? C variantı çox qəşəng. Afərin sənə. Afərin. Super. 7-yə baxırıq Humayın özündən. Buyur Humay. İçmiş pişik. Trixie 2 yaşında, qara və ağ pişikdir. Pink, yəni çəhrayı kolar şeydir, tasma kimi bir şeydir deyəsən, nəysə. Deyir ki, 10 sentyabrdan bəri itib, bu nömrəni yığın. Sonra A variantında yazıb ki, Trixie is a 2-year-old cat, 2 yaşlı pişikdir, yəni bu düzdür məncə.
Sonra deyir ki, the lost cat is looking for its owner. Deyir ki, itmiş pişi axtarır öz şeyini, öz sahibini axtarır. Sahibini axtarır, sahibi pişiyini axtarır. Pişik sahibini axtarmır. Paralel evren. Hə. Sonra. Deyir ki, pişi 10 sentyabrdan əvvəl itib. Yox, deyir ki, burada deyir ki, 10 sentyabrdan bəri itib. Yəni əvvəl itməmişdi. C variantında ona görə çıxıram. Sonra D variantında nə əlaqə yazıb ki, pişiklər adətən bu ərazidə hələ itir. Belə bir şey yazıb, bu da deyil. The missing cat is found. Deyir ki, itmiş pişik tapıldı. Tapıldığını da deməyib bizə. Hələ də axtarılır. Ona görə indi çıxdı. Afərin. Çox qəşəng. Bunları yaza bilirsinizsə, deməli, meynlə bəxtləri yaza bilərsiniz. Tələsməyin, yazanda heç vaxt tələsməyin, qaçmayın. Və çox gözəl izah olundu. Təşəkkür edirəm qızlar. Ay, səhv çıxmadı mənim. Nə? Səhv çıxmadı mənim. Afərin sənə, afərin sənə. Səhv çıxmayıbsa, keçə yazmısansa. Afərin, afərin. Əla, əla, nə gözəl. Sevinirəm bax. Gəlin də bir dənə də bir dənə gəlin reading işləyək. Reading hanı? Reading buradadır, mən reading görmürəm. Mən hara baxıram? Bu sizin readinginizdir. Bu nətə readingdir? O tərəfi, bu tərəfi mənim bütün başım qarışır. Peki bunu belə sizə bəlkə PDF atım? Hı? Hə, PDF atım. Bir dənə gözləyin, indi mən bunun PDF-ini atım sizə. Yox, mən sizə PDF-ini atacağım və gözləyə-gözlə mən bunu əsas eləyim, ən yaxşısı. Çox çarəsiz bir vəziyyətdə qaldım. Yan-yana açacağım. Mən istəyirəm, mənə bir yerdə baxaq. Deməli, dosiylər. Bunun PDF-ini zaten axırda atacağım qrupaya. Zaten bunu hər kəs əldə edəcək. Bu nədir tıqqıldayır? Məndən səs gəlir. Amma başa düşmürəm nəyi səs. Nəysə, gedək. Əla. 8-ci suala kim baxmaq istəyir? Könüllü bir şəkildə kim sənli qalırsa baxaq. Afərin Xədicə. Sən bugün mənim xoşuma gəlsən şu an. 8-ə bax. Deməli, deyim. Biz üçün doğru olanı seçək. A variantında deyir ki, Charlie Chaplin Amerikada doğulub. Yəni, yox, ümumiyyətlə də Amerika sayılmır. Amerika sayılır da. Birləşmiş Ştatlarda doğulub, daha doğrusu nəysə. B variantında deyir ki, Trump canlandırıb Charlie Chaplin'i. İndi gəlin baxaq. A variantı düz idi, yoxsa səhv idi? Ha, A variantı. Hə, bildim, tamam baxım. Deyir ki, Charlie Chaplin şeydə doğulub. Yanlışdır, çünki Charlie Chaplin İngiltərədə doğulub. Bəli, çünki United States, US, Amerikada. Afərin. Sonra? B variantında deyir ki, Crichton yaradıb Charlie Chaplin'i. Sizə Trump karakterini yəni canlandırıb, onun kimi bir şeydə. Burada baxaq görən nə deyir. Deyir ki, The Trump created a funny and kind character. Hə, həqiqətən də created bu cümlə var da burada. The Trump. Cümləni görə bilmirəm, gözə görüm. Birinci abzasın sonlarına yaxın. Ortasında daha doğrusu. Bəli, bəli. Deyir ki, he created-dir, o yaradıbdır. B variantında da deyir ki, Charlie Chaplin tərəfindən yaradılıb. Eyni mənaya gəlir. B variantı düzdür. Amma yenə də səhvlərimizi
başa düşməyək ki, niyə səhvdir. D variantında deyir ki, Chaplin filmləri çox, burada only varsa demişdiniz ki, əgər harda only varsa bunu çıxardırıq, çünki tək, yəni mənasını verir də. Deyir ki, ancaq əyləncəli və deyir ki, sosial mesaj vermirdi. Onsuz da bunu mətni oxumadan da çoxumuz bilirik ki, həm də o bizə daxili mesajlar verirdi, amma yenə də mətndə də yəqin ki, hardasa yazılıb, ona da baxaq. De burada yazılıb, not only funny but also showed important message. Yəni ki, önəmli mesajlar verir. Burada qeyd olunub, ona görə C variantı Aferin. yanlışdır. Aferin. Və D Only variantında olanda 99% səhvdir. Amma 1% ola bilər, bəlkə həqiqətən vurğulayır ki, məsəl üçün yalnız və yalnız bunu eləyir. Ola bilər də. Amma çox vaxt Dim onu oyun oynamaq üçün qoyur ora. Dimin bir strategiyası, Dimin siyasətidir. İndi D ilə Y-yə baxaq. D variantında da deyir ki, Chaplin həyatında heç bir problem olmayıb da, yəni şəxsi həyatında heç bir problem olmayıb. Bu da yəni onsuz da bilirik ki, əgər kiminsə şəxsi həyatından danışırsanız, tanınmış bir şəxsin, bu tək ki, onun həyatında nəsə olub. Yəni bu mümkün deyil. Bunu hamımız bilirəm, yəni də mətnə baxaq. Deməli, burada ikinci abzasın əvvəlində qeyd olunub, Chaplin had some problems in his personal life. Onun şəxsi Aferin. həyatında problemlər olub. Bəzi problemlər olub. Ona görə D variantı da yanlışdır. Y variantında deyir ki, The Kite is a book written by Chaplin. Deyir ki, The Kite kitabı Chaplin tərəfindən yazılıb. Hağa görə onun tərəfindən mi yazılıb? Bu kitabın adı hardadır? Hər görə bu kitabdırmı? Ha, deyil. Chaplin made popular films da. Hatta The Kite Aa, and the sağ ol. Book. Filmdir. Yəni, Y variantını atıram. Aferin. Deməli, Xədicə burada nə işlətdi? Bir faktları işlətdi, bir də ki, qızın özü prediction elədi. Yəni ki, özü fikirləşdi ki, Charlie Chaplin belə ola bilər falan, amma o başa düşür ki, həmişə deyirəm, qatıq qaradır desə deyəcək düz desən, qatıq qaradır ona görə. Ona diqqət elə, afərin sənə, afərin. Mainla bəzi bir tuluya oyna. 10-cu suala bir Afa xanım izah versin. There who is one of Chaplin's most famous characters. En məşhur karakterlerinden biri kimdir? Chaplin'in. Burada dəqiqən burada deyir, the king and all the almost Mətndə hero adı yoxdur, bu yoxdur, bu da yoxdur, bu da yoxdur. Bir dənə C variantı var. Bir dənə Trump'ın adı var. Başqa heç nə yoxdur. bəli. Ayrı heç nə yoxdur. Bizə burada nə deyir? Bəli. Bir dənə onun adı var. Deyir ki, o gülməli və mehriban, maraqlı bir xarakter yaratmışdı. Trump. Bu şəkildə. Maraqlı. Belə. 11. 11-də bizə nə deyir? Bilməm, nəsə deyir. Buna Huma ilə baxırıq. Burada deyir ki, Chaplin's movies are known for, yəni Chaplin filmləri nə ilə bilinir, belə bir şey. Bir də deyir ki, yalnız ciddi və dramatik olmağı ilə, amma burada ciddi olmasından danışmırdı, hətta gülməli olmasından danışırdı. Ona görə bu səhvdir məncə. Nəyə görə gülməli harda deyirdi? Gəl mətndə şairliyim. Belə şairliyə bilməm şəklin üstündə. Amma belə şairliyə bilirəm. Bax burada deyirdi. Not only funny but also important messages. Təkcə gülməli yox, həm də önəmli mesaj da verirdi. Sadəcə olaraq dramatik və ciddi deyil idi, yəni gülməli idi həm də. Biri çıxardırıq. Sonra showing social issues. Mənim issue nədir? Issue. Issue sözünü deyək ki, biz bilmirik. Gəl görək indi mətnini qoyaq qabağımıza. Gəl görək hələ gedə bilirsən elə. Yaxşı, mən baxıram. Gedən misən? Özal deyir.
Bir de orasını gördüm. He faced Amma e, o bura aid deyil. Bilsən nə deyir? Bir də səsin bağlı cavab olsun, nəsə yoxa verir. Bizim üçün burada issue sözü problem deməkdir. Problem. Yaxşı. İndi bizi sənin baxdığın yerdə bizə bilsə nə deyir? Deyir ki, o həyatında müəyyən problemlərlə üzləşir. Belə bir şey deyir. Düzdür? İndi ona bax. Amma birinci paragrafda isə, birinci paragrafda bizə belə bir cümlə var. Deyir ki, his movies bizən hansı? Birinci paragrafın axırdan ikinci cümləsi. His movies are not only funny but also showed important messages about society. Cəmiyyət haqqında önəmli mesajlar verirdi. Yəni ki, cəmiyyətin problemləri haqqında danışırdı. Yəni cəmiyyətin problemlərini biz göstərirmişik. İkini götürə bilərik. Əslində gərək mən bunu sənə tərcümə eləməzdim, Humay. Bilsən neyniyərdim gərək? Sənə imkan verərdim. Prosta mən burada susmadım. Gərək susardım. Sən burada axıra kimi baxardın, 4-ə kimi gələrdin. Geri tapardın, amma nə isə. Yəni ki, burada variantla da işləsən, nə tərsə tapardın. Amma eybi yox. Yəni 3 ilə də 4 izah eləyək. Humay, buyur. Having a character called the Trump, Trump karakterinin olmasıyla tanınırdı. Bəli, bu düzdür məncə. Sonra they're using special effects, xüsusi effektlərdən istifadə edirdi. Belə bir şey də yoxdur, yəni mətndə görmürəm. Mən də görmürəm. Görmürəm. Effekt sözünü görmürəm. Yoxdur. Hansısa xüsusi effektlər yoxdur. İstifadə eləmirmiş. Bir aman versəydim sən bunu tapacaqdın. Mən niyə susmadım? Öf, nəysə heç nə olmaz. 12-yə baxırıq. Afaq xanım. Buyurun. Deyir, which statement are true according to the passage? Hansı deyir, düzdür, düzgün variant istəyir məndən. Chaplin was born in London. Düzdür bu, bir götürürük. Londonda dünyaya gəlib. Chaplin received award for his work. Deyir, qazanıb da nəsə mənim düzdür. Harda Şey, düzdür? Harda düzdür? yox, yəni tərcüməsini deyirəm, received qazanmaq mənasında. Okay. Receive sinonimin deyərəm, amma axırda deyəcəm. Tamam. Elə bir şey. Bir dəqiqə. Chaplin win, win verib oradan. Award qazanıb bəli müəlliməm. İkini də götürürük. Chaplin Hansı cümlələrdə idi? bir dəqiqə deyim. Chaplin won ikinci paragrafın üstündəki cümlə. Birinci Beni paragrafın award. sonuncu cümləsi. Super. Əla. Aha. Oy. İkini götürürük. Sonra deyir ki, Chaplin's film are no longer watched. Məncə bu səhvdir. Bircə dəqiqə buna da baxım. He continued to make great film. People are still enjoy watching. Bəli, mənim o səhvdir. Yəni hələ də insanlar zövq alır ona baxmaqdan. Bizə burada deyir ki, ikinci paragrafın 1, 2, 3, 4-cü cümləsi. People around the world still enjoy watching his movies. Still. Bəli. Hələ də deyir. Amma Hələ burada də. no longer deyir ki, eləmir. Sonra? Bəli. Chaplin had an easy personal life. Deyir, onun var deyir. Şəxsi, aslında şəxsi həyatı deyir. Nəsə belə bir şey deyil. Yəni şəxsi həyatı da problem yox idi, belə demək istəyir. Amma burada demişdi ki, var problem. Yes, ikinci paragrafın ikinci cümləsində problem var idi. 1-dən 2. Receive qəbul eləmək deməkdir. R-C-I-V to get-lə sinonimdir. To get, əldə etmək. To receive, to get, əldə etmək. To burada makmək mənasına gəlir. Cümlənin içində istifadə edəndə to-nu atırıq. Tamam, mən çox sağ ol. Yo, bu kadar. Aferin. İndi nə edirik? Listening edirik. Amma listening etmirik. Burada bizim mail about'umuz qalıb. Mail about'a Xədicə baxsın.
Deməli, A variantında deyir ki, Londonun tarixi bu məntiqsiz bir cümlə, nə əlaqə? Danışan variantını atıram. B variantında deyir ki, Charlie Chaplin'in həyatı və fikir mühendisi nə idi? Boş ver. Boş ver, bir dənə variant tap, sonra deyim. Charlie Chaplin'in həyatı. Mən bunu hələlik saxlayayım. Nəsə o kimi gəlir. C variantında deyir ki, Zenevation sinemanın inkişafı, yüksəlişi. Bu, yəni nə əlaqə? O sinemadan o qədər danışmamışıq, ona görə C variantını da atırıq. D variantında deyir ki, müxtəlif film növləri. Bu da nə əlaqə? Bunu da atıram. Y Charlie variantında da Chaplin danışır, bəli. Charlie Chaplin həyatına fokuslanır. Y Sonra variantında da Historia of Grand Films. Filmlərin tarixi. bəli. Sözü nə idi? Sakit, sakit. Ha, Sakit bundan sözü tarixi ilə nə əlaqədə? silent, quiet Aslında və still. Hamısı sakit deməkdir. Sakit filmlərin tarixindən danışmır. Charlie Chaplin danışır. B variantı. Achievement hardan gəlir? To achieve sözündən gəlir. Dəftərinə yaz. To achieve nail olmaq. Achievement nailiyyət. Yaxşı. Bu şəkildə. Mən qrupa uşaqlar deməli link atacağam. Sözlər öyrəndiyimiz link. O dərsi sizlə də birlikdə keçiriləcək. Narahat olmayın. Məsəl üçün A qrupunu biz proqramı qurtarmışıq deyə elə şeylər eləyirik. Sizlə də eləyəcək, qorxmayın. Amma yəni də o videonu atacağam. Vaxtınız olsa, gördünüz işiniz yoxdur, dincəlibsiz, eləyibsiz, ona da bir vaxt ayırsınız, qəşəng olur. Bu şəkildə. Still həm hələ də mənasına gəlir, hələ də, həm də sakit mənasına gəlir, bəli. Bu şəkildə. Bu qədər. İndi isə biz burada listening-ə fokuslanırıq. Bunun gəlin PDF-ni atım mən sizə uşaqlar uca. Ki siz nə bilim istədiyiniz kimi işarələyin, eləyin. Amma listening-i özümdən qoşacağım da, məndən qulaq asacaqsınız. Ona görə öncədən bir baxın, nəyin altına xətt çəkirsiniz, nə edirsiniz bu şəkildə. 9-cu sinifdən biraz işləyək. Kim ki çətinlik çəkir. Asandan çətinə, sadədən mürəkkəbə. Hər cür metodu yoxlayırıq, düzdür? Gələn dəfə də 11 işlədəcəm, yaxşı? Gedin, geçəcə baxın, altına xətt çəkin, eləyin. Hətta, uşaqlar, QR link var. Sizcə mən qoşum, yoxsa QR linklə gedib özünüz baxırsınız? Hansı istəyirsiniz? Mənim qoşmağımı, yoxsa özünüz baxmağınızı? Siz qoşun məncə. Tamam. Siz gedin altına xətt falan çəkin, eləyin. Bir dənə elə belə gəlindi səsi yoxlayaq görə səs nətər gəlir sizə. Listen to the passage and answer the questions 1 to 4. Qəşəng gəlir səs. Cave art is one of the earliest forms of human expression. Tamam, qəşəng gəlirsə o zaman baxın.
Hazır olanda qoşacağım. Burada mail about çıxardırıq. Önəmli şeylərin altına xətt çəkin. Əsas məsələ tərcümə eləməkdir. Əgər ki, biz ingilis dilinə aşina olmamışsa, ingilis dilini geçə bilsənsə, o heç onda problem yox. Yoxsa ingilis dilinə ilə alışmamısansa, ürəyində tərcümə elə Azərbaycan dilində ki, sən çünki tərcümə eləməyə öyrəşmisən. Ona görə. O sənin işinə yarayır. Azərbaycanlı uşaqların çoxsuna o işə yarayır. Ona görə siz də sınaya bilərsiniz bunu. Qoşuram, çıxılı listeningdir. Çıxılı bir şeydir, baxdınız məncə. Qoşum. Humay deyir qoş. Xəccə də deyir qoş. Afa xanım hazırdır. Всё, Allah. Davay getdik. Listen to the passage and answer the questions 1 to 4. Cave art is one of the earliest forms of human expression. It dates back thousands of years, with some of the oldest examples found in caves in Europe, such as those in Lascaux, France. These paintings often depict animals like horses, bison, and deer, and were created using natural pigments made from minerals and plants. Scientists believe that cave art might have had various purposes, including religious rituals, storytelling, or marking significant events. In addition to paintings, early humans also carved figures and symbols into the walls of caves. These carvings, known as petroglyphs, provide valuable insights into the lives and beliefs of our ancestors. Today, cave art continues to fascinate researchers and art enthusiasts, helping us connect with the distant past and understand the creativity and ingenuity of early humans. Nətər idi listening? Niyə Humay? Eşitmədim, düzəməyin. Eşidənmədim və onda özün qoş. Qoy linki atım, özünüz qoş. Yox, yəni səs baxımından yox. Sualları görmədim belə. Alamadım. Mən də elə bir biraz qəribə danışırdı belə. O deyildi yəni. Həmişə olduğu kimi deyil. Bəli, çox qəribə danışır. Sizə bir şey deyim. Heç mən qulaq asmadım. Listening mən qoşmuşam, mən heç qulaq asmadım ki, bu nə danışır. Gəlin beləyək. Bir dəfə də qoşum. Mən də bu dəfə fikrimi verim. Sizlə birə də qulaq asım. Heç fikrim orada deyil idi. Fikrim tamamilə başqa yerdə idi. Getdik. Gözləyim bir dəqiqə. Məncə bundan qoşsam daha yaxşı qoşaram. Qoy bir dənə zəngdən çıxardım. Getdik. Listen to the passage and answer the questions 1 to 4. Cave art is one of the earliest forms of human expression. It dates back thousands of years, with some of the oldest examples found in caves in Europe, such as those in Lascaux, France. These paintings often depict animals like horses, bison, and deer,
and were created using natural pigments made from minerals and plants. Scientists believe that cave art might have had various purposes, including religious rituals, storytelling, or marking significant events. In addition to paintings, early humans also carved figures and symbols into the walls of caves. These carvings, known as petroglyphs, provide valuable insights into the lives and beliefs of our ancestors. Today, cave art continues to fascinate researchers and art enthusiasts, helping us connect with the distant past and understand the creativity and ingenuity of early humans. Belə çox rahat görünür mənə əlbəttə ki. Şagird gözündən baxası olsam, bunu bir robot səsləndirir. Və sizi incidən odur. Sizi incidən o oldu. İmtahana amma insan deyəcək. Nələri yaza bildiniz? Deyəsən bir yazmışam. Bir də 4-dən 2 dənəsini yazmışam. Mən də hələ yazıram. Deyək, tam yazım. Okay. Ben de 1'i yazmışam. 4'ten de 1, 2, 3 tanesi yazmışam. Okay. Yazın atın mənə. Nə yazmısınızsa atın. Deməli. Ben misal üçün 4-dəki sual 2 true, 2 dənə də false ola bilər də. Hamısına true atsam 2 dənə true, 2 dənə də false düşə bilər. Necə? Elə bil ki 4-cü sual var. Hı. Hamısını misal üçün true atsam da, belə də çox vaxt ikisi true çıxır, ikisi false çıxır. Ən azından 2 dənəsi düz çıxa bilər burada. Çox vaxtı bəli. Çoxu vaxtı ikisi true, ikisi false çıxır. Belə olur. Amma o biraz qeyri-peşəkar bir yanaşmadır. Elə yanaşma eləmənizi istəmərəm. Çünki biraz qorxuducudur da. Hamısı da səhv çıxa bilər. Yes. Hamısı birdən true gələr. Ona görə mən elə bir şey deyəmərəm biraz, çünki qorxuducu bir şeydir. Bir burada, gəlin burada cavabları deyək. Bir burada budur. 2 burada C-dir. 3 burada C-dir. 3-ü axırda baxırsınız. 4 burada B-dir. A-dır. B-dir. A-dır. Bu şəkildə yoxlayın.
tam din formatı deyil idi. Niyə? Çünki robot səsləndirir. Din formatında da atacağım, qorxmayın. Məsəl üçün, indi dərsən çıxandan sonra sizə tam din formatında atacağım. Tam din formatı. Nə o yana, nə bu yana. Onu işlədinizsə, vəsə. Demək sizin hər şeyiniz hazırdır. İndi dostlar, gəlin bilib biz burada. Aha. Və mənlə bir yerdə işləyəcəyik bu arada. 2 səhv oldu. Biri kimi izah eləmək istəyər. Sürətli bir şəkildə kimi izah eləyər. Bizim 8 dəqiqəmiz var. 8 dəqiqədən sonra bizim rekordumuz dayanır. Çünki 2 saat olanda bir də 2-3 dəqiqə üçün əlavə bir rekord açmaq istəmirəm. Bacardığımız qədər sürətli bir şəkildə izah eləyək ki, elə hamısı bunun üçün sığışsın. Biri izah elə, Humay zəhmət olmasa. Burada deyir ki, mağara rəssamlıqda nəsə belə bir şey. Niyə vacibdir? E variantında deyib ki, müasir şeylərdə avadanlıqlar istifadə olunur. Nəsə belə bir şey. Alətlərdən istifadə olunur. Mağara adamı müasirdə nə gəzir? Bəli, ona görə E variantı səhvdir. Deyir ki, qədim şəhərlərin yerini göstərir. Belə bir şey də demirdi. Bu da səhvdir. Sonra deyir ki, evləri dekor etmək üçün, bəzəmək üçün istifadə olunur. Bu da səhvdir. Yəni mağara rəssamlığı nə əlaqə? A variantında da deyir ki, erkən insanların fiziki qabiliyyətlərini göstərirdi. Belə bir şey də demirdi, yəni. B variantını ona görə. B variantını harda deyir ki? Demir, yəni müəyyən eləmək olur da biraz. Siz o zaman dinləyib şeyləmişsiniz. Okey. Mən də belə baxıram, heç orada deməyib. Yes. Mənim deyir, baxın, axırda baxın bir dənə şey. Today-in 2 dənə üstünə baxsınız görəcəksiniz. Today-in 2 dənə üstünə baxım. Okey. Yes, these carvings known as yes. Eyni cümlədə provide insights into lives and beliefs of early humans. Right? Burada early humans deyir uşaqlar. Erkən insan, yəni ilk insanlar. Orada deyir ancestors. Ancestor, əcdad. Çox maraqlı bir sözlə əvəz edibdir B-ni. Amma birbaşa deyir də onu. Bu şəkildə. B-də bizim üçün deyir ki, mağara sənətinə nələr daxildir? Depiction of animals, yəni ki, heyvan təsvirləri. O harda var? Fransadan sonra. Sağ ol, eynən. Fransadan sonra da deyir. These paintings often depict animals. Eynən. Məsəl üçün, nəqliyyatların müasir painting mağarada nə gəzir? Yazılı dil deyildi. Məşhur insanların sculpture bilirsiniz nədir? Statue. Statue. Yəni ki, heykəl. Müasir insanların heykəli mağara dövründə nə gəlsin? Çöp adam çəkir hələ onlar. Hələ o gün getmişəm bir dənə muzeyə, orada çöp adamlar var. Çox maraqlıdır uşaqlar. Yəni, misal üçün, Qobustanda olan eynisini Kaliforniyada çəkib. Çox maraqlı deyil. Yəni, Kaliforniyada o vaxtın adamı Azərbaycanda olan, Qobustanda olan həmin adamın eyni şeyi çəkib. Çox maraqlı deyil. Maraqlıdır. Əsasən nədən danışır? Cave art. Elə biz ilk başlayanda da buradan da cave artdan danışırsa, cave art götürə bilərsiniz. Yəni ki, onların əhəmiyyəti bu şəkildə deyir ki, ilk insanların istifadə elədiyi alətlər müasir tarixi, müasir art, incəsənətin tarixi yox, yerlərindən danışmır, yazılı dilin inkişafından danışmır. Belə. Deyir ki, recent form, deyir ki, bunu heç dinləmədən yaza bilərsə, deyir cave art, mağara incəsənəti, recent nədir? Lately, və biz bunu şeydə öyrənmişik. Present perfect öyrənmişik, son.
son insanın ifadəsinin yaradıcılığının son formasıdır. Xeyr. Mağara ilkin insanların ilk vaxtlarda olan şeydir. Yəni bu sona aid deyil. Ona görə bu səhvdir. Sonra deyir ki, bizim üçün natural pigmentlərdən istifadə edirdi. Natural pigments. Bunu bilsiz harda deyir? Fransa cümləsindən sonraki cümlənin içində. Were created by natural pigments. Bəli. Sonra bizim üçün burada deyir ki, advanced tools. Advanced yəni inkişaf etdirilmiş, inkişaf olmuş alətlərdən istifadə olunur. O vaxtın adamı inkişaf olmuş hardan tapırdı o? Gəl bir baxaq görək. Mətndə hal-hazırda tapa bilmirəm. Misal üçün, bax bu cümlə, bax birinci cümlə. Lap elə ən birinci cümlədə deyir earliest. Bax earliest erkən, amma recently son deməkdir. Görsən, bu sözdən gedib tapırsan. Sonra da burada deyir ki, early humans, ilkin insanların tərəfindən petrogliflər yaranıbdır, deyir bizim üçün. Bu da doğrudur, mətn zaten o vaxtdadır, amma harda deyir? Bilsiz hansı cümlədir? These carvings known as petroglyphs provide valuable və sərvəlsər. Baxlar elə baxdığımız cümlə. Düzdür. A variantı. Bu şəkildə. Hamısını izah etdik. Burada aydın olmayan nəsə qaldı? Yenidən izah eləməliyik. İstədiyiniz bir şey. Tamam. Aydın oldusa o zaman çıxa bilərsiniz. Çox sağ olun uşaqlar. Bugün sizə çox bəyəndim həqiqətən. Xədicə, kartını atmağı unutmazsan. Yaxşı. Sağ olun, özünüzə yaxşı baxın. Bugün dərsə gəldiyiniz üçün təşəkkür edirəm. Sağ olun. Çox şükür. Rekordu dayandıraq. Bir dəqiqə.